Hər vaxtınız xeyir, əziz izləyicilər. 2026-cı ildə bürcləri nələr gözləyir? Gəlin birlikdə dinləyək. Qoç bürcü 2026-cı ildə hərəkətli il olacaq. Yeni işlər, yeni başarılar, amma tələsməzsə daha yaxşı nəticə alacaq. Boş durmaq yox, amma ölçünü bilmək lazımdır. Boğa bürcü pul mövzusu ön plandadır. Yavaş-yavaş düzələn işlər var. Səbirli olsan, rahatlayacaqsan. Riskə girmə. Əkizlər, başın daha aydın olacaq. Köhnə mövzular bağlayın. Danışıq, razılaşma işi ola bilər. Düz danışmaq kifayətdir. Xərçəng bürcü, duyğular biraz sakitləşir. Ailə ilə bağlı məsələləri yoluna düşür. Keçmişə takılıb qalmayın. Özünüzü yormayın. Şir bürcü, etdiklərin görünməyə başlayır. Özünü göstərmək zamanıdır. Təkəbbür etmə. Düz getsən qazanacaqsan. Qız bürcü, həyat biraz zordur, çətindir. İş və ya sağlamlıqda düzəlmə var. Hər şey böyütmə, səbirli ol. Səbirli olsan, getdiyin yolun doğru olacaq. Rahata qovuşacaqsan. Tərəzi bürcü, münasibətlərdə qərar vermək lazım olacaq. Ortada qalmaq olmaz. Düzü seçsən, uzun müddət rahata erəcəksən. Özünü çox yorma. Əqrəb bürcü, bəzi şeylər bitir. Bu normaldır. Dəyişikliklər qaçılmazdır. Müqavimət göstərməzsən, daha asan keçəcək. Ox atan bürcü, yeni imkanlar çıxır. Gedib gəlmə, öyrənməyə ola bilər. Hərəkət xeyirlidir. Yerində sayma. Oğlaq, iş və məsuliyyət çoxdur, amma qarşılığı gəlir. Səbirli ol, zəhmətini boşa getməyəcək. Dolça bürcü, planlar dəyişə bilər. Hər şey sənin istədiyin kimi getməyə bilər. Çevik ol, dəyişikliklərdən qorxma. Balıq bürcü, hisslərin güclənir, amma hər hissə uyma. Biraz məntiqdə qal. Tarazlığı saxla. Əziz izləyicilər, bizim söylədiyimiz bu bürclər inşallah sizin istədiyiniz kimi həyatınızı davam edəcəksiniz. Yeni ildə sizlərə başarılar, uğurlar arzu edirəm. Mesaj bölməsində hər kəs öz bürcünü yazsın. Bəyəni tıklını tıklamağı unutmayın. Təşəkkür edirəm. Sağ olun.